Sərnişin avtobuslarının nə vaxt gələcəyini əvvəlcədən bilmək mümkün olacaq. Çünki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır. Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MAAS mobil tətbiqidir. Mobil tətbiq vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real zaman rejimində izləyə biləcəklər. Bu barədə Modernazın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunub ki, MAAS mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real zamanda izləyə biləcəklər. Bu yenilik ictimai nəqliyyatda şəffaflığı və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək. Sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfindən innovativ həllər üzərində iş aparılır deyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilir.